Radiatorların təmizlənməsi üçün kombini elektrik xəttindən və qaz xəttindən ayırırıq. Klapanları bağlayırıq, oradakı kranları bağlayırıq, elektrik xəttində ayırırıq. Sonra növbəti etapda hamamda ya da kuxnada, mən hamamda məsləhət görərdim, olan radiatorun hər iki kranını, yuxarı aşağı kranını bağlayırıq və aşağı çıxışından bir kran qoyuruq. O kranın ucunda elə kran seçirik ki, ucuna rezin keçirmək olsun. Kran qoyandan sonra həmin kranı açırıq. Yuxarı aşağı klapan kranları da radiatorun açırıq. Kombiyə isti suyun giriş qayıdan, evdən qayıdan suyun kranını bağlayırıq. Kombiyə verəcəyimiz suyu, soyuq su kranını açırıq və kombinin altında olan, bakı doldurması olan kranı açırıq. Beləcə kranın bu bağladığımız borudan əvvəl təmiz, sonra çirkli su gəlir. Bu çirkli su təmiz suya çevrilənə qədər gözləyirik. Ondan sonra təzədən kranı bağlayırıq. Daha doğrusu kranı bağlamamışdan əvvəl kombinin altındakı o açdığımız kranı bağlayırıq. Soyuq suyu, kombiyə verdiyimiz suyun kranını bağlayırıq. Hamamda qoyduğumuz o kranı bağlayırıq. Yeri gəlmişkən o kranı açmıyoruz, qalsın. Növbəti illərdə kombini təmizləmək üçün istifadə edəcəksiniz. Radiatorun kranını bağlayırıq. Təxminən 1 saatdan sonra kombini istifadə edə bilərik. İstifadə eləməmişdən əvvəl su basıncını, su təzyiqini 1.5-ə qaldırırıq. Bunu bilirsiniz, yəqin ki, necə eləyəcəksiniz. Qaldırırıq və kombi işləməyə hazırdır, təmizlənmiş halda. Beləcə artıq pul verməyəcəksiniz. Doğrusu bizim ustalarımız çox insafsızdılar. Məsələn, mən soruşdum, hər radiator üçün, evdə 9 radiator vardı, hər radiator üçün 50 manat, kombinin özünün yuyulması üçün də 130 manat pul istədilər. Belə ki, təxminən 600 manata yaxın pul istədilər. Təzə kombi almaq ondan sərfəli olur. Bu şəkildə tətbiq edirsiniz, işiniz yaxşı alınacaq.